Hər vaxtınız xeyir dəyərli izləyicilər. Bu videomuzda 2026-cı ilin aprel-may aylarında Naxçıvan Muxtar Respublikasında təşkil olunacaq müəllimlərin sertifikasiya imtahanının Azərbaycan dili suallarının nümunələrinə davam edirik. Bundan əvvəl 4 dənə sınaq paylaşmışam. Bu 5-ci nümunə sınağımız olacaq. Kanala abunə olun ki, paylaşılan bu ödənişsiz videolardan davamlı olaraq faydalana biləsiniz. Eyni zamanda bizim yeni açılacaq qruplarımıza qeydiyyat davam edir. Dərslərimiz həftədə 3 dəfə olur. Bu 3 dərsin biri sırf olaraq həftə ərzində bir gün mətnlərin canlı yayımına həsr olunur. Hansı ki, siz imtahana qədər mətnləri işlədikcə artıq imtahanda çox rahat bir formada yazacaqsınız. Digər 2 dərsimiz isə mövzuların sıra ilə tədrisi və təşkilidir. Hansı ki, bütün mövzuların video izahları var. Dərs zamanı sınaqlar göndərilir və hər bir sınağında yenə video izahları qrupa göndərilir. Tam ətraflı məlumat üçün 055 418 82 02 nömrəsi ilə bizimlə WhatsApp-da əlaqə saxlaya bilərsiniz. Yeni qruplarımıza qeydiyyat davam edir. Gəlin keçək indi isə suallarımızın izahına. Birinci sual. Quruluşca mürəkkəb sifətin işləndiyi cümləni müəyyən edin. Bütün səd boyu dalbadal atılan tüfənglərin arası kəsilmir. Burada dalbadal sözü mürəkkəb sözdür. Ba bitişdiricisi ilə əmələ gəlib. Necə sualına cavab verir. Necə? Atılmaq feili gəlib özündən sonra. Əgər necə sualından sonra feil gəlirsə, yəni hərəkət gəlirsə, bu necə sualına cavab verən söz olur zərf. Onun sifət olmağı üçün özündən sonra nə gəlməlidir? Mütləq isim. Atılan feildir. Necə? Burada oldu dalbadal mürəkkəb zərf, yəni sifət yoxdur burada. Mehman bir təhər tələm-tələsik aradan çıxdı. Baxın, yenə aradan çıxmaq bu feildir. Necə tələm-tələsik? Necə bir təhər? Necə sualına cavab verən bu sözlərdən sonra hər ikisi feilə aiddir. Yəni ikisi də yenə zərfdir. Səttarın anası hələ için-için ağlayırdı. Yəni için-için sözü necə sualına cavab verir və özündən sonra ağlamaq feili gəlir. Deməli, bu da zərfdir. Düzülmüş yan-yana daşlı təpələr, qurulmuş keçilməz təbii səngər. Burada şeir dili olduğuna görə düzülmüş xəbər keçib cümlənin əvvəlinə. Yəni, yan-yana daşlı təpələr. Daşlı təpələr yan-yana düzülmüşdür. Cümlə belədir. Yan-yana düzülmüşdür. Bu formada verilməlidir. Çünki şeir dili olduğuna görə inversiya burada özünü göstərir. Yan-yana sözü necə sualına cavab verir və özündən sonra feil gəlib, deməli bu da zərfdir. Qurulmuş keçilməz təbii səngər burada mürəkkəb söz ümumiyyətlə yoxdur. Hətta həmin əfsanə çoxsaylı qız qalaların da sirrini açmaq üçün. Baxın, çoxsaylı sözündə çox bir kökdür. Say 2 kök, çoxsaylı necə? Necə sualına cavab verir l şəkilçisi və qız qalası. Baxın, qız ismi gəlib. Deməli, özündən sonra feil yox, isim, hərəkət gəldi. Necə sualı? O zaman olur burada çoxsaylı sözü sifət. Deməli, doğru cavabımız mürəkkəb sifət oldu Y variantında. 2. Cümlələrin birində feil 3-cü şəxs sonluğunu qəbul edib. Yəni, söhbət dır, dir, dur, dür şəkilçisindən gedir. Yazıçının son əsəri olduqca maraqlıdır. Burada maraqlıdır sözü maraq ismindən maraqlı sifətinə qoşulub. Bizdə şərtdə feil istəyir. Ona görə A bəndi olmaz. Vətən həsrəti qəlbimizdə sağalmaz bir yaradır. Vətən həsrəti nədir? Burada nə sualına cavab verir? Yarmaqdan yara ismə əmələ gəlir. Dır da ismə artırılmış xəbərli şəkilçisidir, feilə yox. Yıxılana balta vurmayın. Vurmayın kim? Siz vurmayın. Bu ikinci şəxsin cəmidir. In da ikinci şəxsinin cəminin şəxs sonluğudur. Bizdən üçüncü şəxs istəyir. Ona görə C bəndi olmaz. Usta bir-birindən gözəl fiqurlar düzəldir. Usta nə edir? Suala baxın, nə et sualının tərkibində ir zamandır. Deməli, düzdən düzəlmək, düzəltmək ir zamandır. Burada heç dır, dir şəkilçisi yoxdur. Düzəltmək t şəkilçisidir biri, digəri də ir, indiki zaman şəkilçisidir. Ona görə D bəndini götürmək olmaz. Dostum bugün bizə qonaq gələcəkdir. Sual verirəm, dostum nə edəcəkdir? Edəcəkdir. Nə et sualına acaq zaman və dır şəxs sonluğu artırıldı. Gələcək sözü feildir, gəlmək feilidir və dır xəbərli şəxs sonluğu işlənibmi? Bəli, işlənib. Deməli, doğru cavabımız olacaq Y variantı.
Üçüncü sual. Hansı cümlədə ismin iki müxtəlif halına aid söz işlənmişdir? Evə gedərkən yolda Rəvanı gördüm. Evə bu yönlük haldır. Gedərkən feili bağlamadır. Yolda yerlik haldır. Deməli, birinci oldu yönlük, ikinci oldu yerlik. Rəvanı gördüm kimi, bu da oldu təsirlik. Baxın, burada 3 dənə hal oldu, 2 dənə yox. Deməli, A bəndini götürmək olmaz. Uşaqlar yeni aldıqları kitabı cırdılar. Uşaqlar, bu oldu adlı halda. Yeni aldıqları hansı? Burada ismin halı yoxdur. Kitabı, nəyi? Bu da oldu təsirli hal. Deməli, burada bir adlıq var, bir təsirlik var. İki müxtəlif hal varmı? Bəli. B variantı uyğundur. İgid ölər, adı qalar. İgid adlı haldadır. Adı, onun adı qalar. Bu da adlı haldadır. Burada iki dənə eyni hal var, müxtəlif hal yoxdur. Ona görə C-ni götürmək olmaz. Dəmiri isti-isti döyərlər. Nəyi? Dəmiri. Bu təsirlik haldadır. İsti-isti necə? Bu zərfdir. Çünki necə sualına cavab verən sözdən sonra feil gəlib. Yəni burada hər hansı bir hal yoxdur, yalnız təsirli hallı söz var. Ona görə D variantını götürmək olmaz. Evdən uşaqların səsi əskik olmasın. Evdən, dandən bu çıxışlıq haldır. Yazdıq çıxışlıq. Uşaqların səsi yiyəlik mənsubiyyət. Deməli yazırıq birində yiyəlik. Səsi i mənsubiyyətdir. Hər hansı bir hal şəkilçisi yoxdur. Deməli adlıq haldır səsi. Yəni çıxışlıq, yiyəlik, adlıq 3 müxtəlif hal oldu yenə. Bizdən 2 istəyir. Yeni götürmək olmaz. Demək doğru cavabımız olacaq B variantı. 4. İndiki zamanda olan içirdin sözünün tərkibinə görə təhlili. Baxın, əgər indiki zamandadırsa, sual belə olacaq. Nə edir? İndiki zaman nə et, nə ol sualında nə edir, nə olur sualına cavab verir. Düzdür? Keçmiş zaman, məsələn, şühudi keçmişdə olur, nə etdi, nə oldu. Nəqli keçmişdən nə etmiş, nə olmuş. İndiki zamanda nə edir, nə olur. Nə edir sualında ir qrammatikdir. Deməli, içmək kökdür, ir qrammatikdir. İçirdin, nə edir, din. Di burada yenə idi hissəci qrammatik, n da şəxs sonluğudur. Di qrammatik, n qrammatik. Deməli, burada 3 qrammatik şəkilçi var. Kökdən sonra cavab Y variantı olacaq. Yadda saxlayın, bizim dilimizdə din deyə bir şəkilçi yoxdur. Çünki biz bunu şəxslər üzrə dəyişdirəndə birinci şəxsdə olur. Mən içirdim. Baxın, içmək, içir, içirdi, içirdim. Birinci şəxsdə mən edirdim, m oldu. İkinci şəxsdə sən içirdin, n oldu. Deməli, eyni şeydir. Ir qrammatik, di qrammatik, n qrammatik. Üçüncü şəxsdə olur. İçirdi, o içirdi. Baxın, şəxs sonluğu olmadı üçüncü şəxsin təkində. Demək ki, burada m, n birinci və ikinci şəxsdə yeganə qrammatik şəkilçidir. Bu da şəxs sonluğunu göstərir. Ona görə 3 qrammatik şəkilçi olacaq. 5-ci sual. Bir cümlədə mürəkkəb söz işlənməsinə baxmayaraq, defis işarəsindən istifadə edilməmişdir. Çünki fikri tamamlayın. Əvvəla biz mürəkkəb sözlərin yaranma və yazılma üsullarını bilməliyik. Mürəkkəb sözlər müxtəlif mənalı sözlərin birləşməsindən yarana bilər, eyni sözün təkrarından yarana bilər, yaxın mənalı sözlərin birləşməsi, əks mənalı sözlərin birləşməsindən və s. və ilaxır. Və yazılma üsulları çox önəmlidir. Biz bilməliyik ki, əgər defislə yazılırsa bu, ya eyni sözün təkrarıdır, ya yaxın mənalı sözdür, ya əks mənalı sözdür. Yox, əgər, bir də ki, məsələn, tərəflərindən birinin leksik mənası olmayan söz də ola bilər, qeyri, külli, əks, bu tipli ifadələr də ola bilər. Yox, əgər defislə yox, bitişik yazılırsa, əsasən müxtəlif mənalı sözlərin birləşməsi bitişik yazılır. Əks mənalı sözlərin birləşməsindən yaranmışdır. Baxın, məsələn, deyirəm ki, gecə, gündüz. O gecə-gündüz çalışır. Əks mənalı söz defislə yazılır. Görürsünüz, yaxın mənalı sözlər. Məsələn, dost, tanış, defislə yazılır. Müxtəlif mənalı sözlər. Bax, gəlin bir neçə müxtəlif mənalı söz yazaq. Çoban yastığı. Fikir verin, çoban və yastıq sözlərinin birləşməsindən yarandı. Və ya dəvə dabanı. Dəvə dabanı. Görürsünüz, bitişik yazıldı. Və ya əl üz yuyan, əl üz yuyan. 3 dənə söz var. Əl, üz və yumaq. Əl bir kök, üz bir kök, yu üçüncü kökdür və bitişik yazılır. Yəni müxtəlif mənalı sözlər yazılarkən defislə yox, bitişik yazılır. Ona görə elə doğru cavabımız C variantı olacaq. Eyni sözün təkrarı, təbii ki, bu defislə yazılır. Məsələn, isti-isti, tez-tez, gec-gec.
Müstəqil mənası olmayan sözlərin birləşməsi. Ya tərəflərindən birinin mənası olmayan, müstəqil ifadə olmayan. Nə deməkdir bu? Məsələn, nümunə deyək. Kağız, çuğuz. Kağız, çuğuz. Burada çuğuz sözünün mənası yoxdur və defislə yazılır. Yəni 5-ci sualımıza doğru cavab olacaq C variantı. 6-cı sualdan başlamadan əvvəl bir daha qeyd eləyək ki, bizim onlayn qruplarımıza qeydiyyatlar davam eləyir. Dərslərimiz həftədə 3 dəfə olur. Bu 3 dərsin biri sırf olaraq mətnlərin canlı yayımda izahından ibarətdir. Hər həftənin bir günü sırf mətnlərə ayırırıq ki, bu da imtahanda sizə mətnləri yazmağa rahat şəkildə kömək eləyəcək. Digər 2 dərsimiz isə mövzuların sırayla tədrisidir. Bütün mövzuların video izahı var. Bütün mövzulara aid mövzu sınaqları verilir və onların hər birinin izahı var. Tam ətraflı məlumat üçün 055 418 82 02 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Əgər imtahanda yüksək nəticə ilə 35% artımla keçmək istəyirsinizsə. 6-cı sual deyir, eyniköklü sözlər cərgəsini müəyyənləşdirin. Eyniköklü sözlərdə 2 əsas qayda var. Birinci qayda odur ki, söz quruluşca mütləq düzəltmə olmalıdır. İkinci qayda odur ki, kök eyni bir söz olmalıdır. Azalmaq, azğın. Deməli, azdan azalmaq, azdan azğın. Baxıram ki, söz quruluşca hər ikisi düzəltmədir. İndi kökə baxmalıyam və mən bilirəm ki, az sözü həm sayı ola bilər, az kitab, həm də maq artırsam azmaq feil ola bilər. Yaxşı, mən bu sayla feili necə fərqləndirməliyəm ki, harda say olacaq, harda feil olacaq? Bunu bağlayaq. Harda say, harda feil olacağını necə fərqləndirməliyəm? Onu artırılan şəkilçi ilə. Məsələn, azğın,ğın şəkilçisi artırılıb. Gəlinğını başqa yerə artıraq. Məsələn, yanğın. Yanmaq feilinə artırıldı. Və ya durğun. Durmaq feilinə artırıldı. Qırğın. Qırmaq feilinə artırıldı. Yəni,ğın şəkilçisi feilləri artırılan şəkilçidir. Deməli, az burada olacaq feil. Azalmaq sözündə al-əl şəkilçisidir. Gəlin indi onu artıraq. Məsələn, genəlmək, daralmaq. Baxın, əl nəyə artırıldı? Gen sifətinə. Al nəyə artırıldı? Dar sifətinə. Deməli, bu da sifətlərə, yəni adlara artırılan şəkilçidir. Demək, buradakı az sözü feil yox, say olacaq. Çünki adları artırılan şəkilçidir. Yəni, az sayı ilə az feili bir-birilə eyni köklü ola bilməz. Sıxıntı, sıxlaş. Yenə sıx sözünü mən bilirəm ki, həm necə sualına cavab verən sifəti ola bilər. Sıx, necə? Bir də sıxmaq desəm feil ola bilər. Eyni şeyi burada tətbiq eləyirəm. Deməli, birinci sözdə sıx, sıxıntı, ıntı şəkilçisi artırılıb. Məsələn, yağıntı. Intı nəyə qoşuldu? Yağmaq feilinə. Və ya görüntü. Və ya görüntü görünməkdə var orada. Görüntüdə ünlə tu parçalanır. Onu aid eləmək doğru olmaz. Çünki görünmək görüntü olur. Məsələn, qırıntı. Qırmaq feilinə. Yağıntı yağmaq feilinə. Yəni, nəticə olaraq feili artırılır. Deməli, buradakı sıx olacaq feil. Sıxlaş sözündəki laş şəkilçisini artırsaq başqa bir sözə. Məsələn, gözəlləşmək. Ləş nəyə artırıldı? Gözəl sifətinə. Deməli, buradakı sıx sifətdir. Biri feil, digəri sifətdirsə, deməli, eyni köklü ola bilməz. Ələkdə. Ələk sözünün kökü əldir. İnsanın əli ilə ələmək, ondan ələk ismi yaranır. D qrammatik. Əlcək sözünün kökü də yenə əldir. Əldən əlcək yaranır. Hər iki sözün kökü insanın əlidir və hər iki söz quruluşda düzəltməlidir. Deməli, bu eyni köklüdür. Çünki köklər eyni bir sözdür. Məktəblər sözünün kökü məktəbdir, lər qrammatikdir. Məktəbdəki sözündə məktəb kökdür, dəki leksikdir, sifət yaranır. Məktəblər sözü sadə olduğuna görə eyni köklü ola bilməz. Əyləncə sözünün kökü əylənməkdir, əyləncə. Əylət sözü tamamilə başqa bir sözdür. Bəndə də eyni köklü ola bilməz. Doğru cavabımız olacaq C variantı. Davam edirik 7-ci sualdan. Zülmkar sözünün fonetik xüsusiyyətlərinə aid deyil deyir. Sözün tələffüzü olacaq zülmkar formasında. Sözdə işlənmiş Z, L, M, R samitləri cingiltilidir. Baxaram, Z var, L var, M var və R var. Doğrudur. K samiti kardır. K də varmı? Bəli var, o da kardır. Tamamilə doğrudur. Zülmkar şəklinə tələffüz edilir. Doğrudur. Sözün tərkibində həm açıq, həm də qapalı saitlər var. Ü qapalıdır, A açıqdır. Tamamilə doğrudur. Ahəng qanununa tabi deyil. Bəli, zülmkarda Ü incə, A qalındır, tabi deyil. Doğrudur. Vurğusu 3-cü hecəyə düşür. Zülmkar sözü yazılışda hecalar müəyyənləşən sözdür. Zülmkar 2 hecalı sözdür. Vurğu necə 3-cü hecəyə düşə bilər?
Sözün tələffüzündə ü artırılır. Amma heca tələffüzə yox, yazılışa görə götürülür. Vurğu da hecaya vurulur. Ona görə də bu söz iki hecalıdır. Vurğu da ikinci hecaya düşür. Zülmkar. Üçüncü heca yanlışdır. Zülm kar şəklində hecalara ayrılır. Bu da doğru fikirdir. Cavab oldu D variantı. 8. Hansı cümlədə azaltma dərəcəsində olan sifət işlənmişdir? Ağaclar alabula rəng alırdı. Ümumiyyətlə, ala sözü əgər dərəcə yaradırsa, azaltma dərəcəsini yaradırsa, mütləq ki, sifətə qoşulmalıdır. Bula sözü özü sifət deyil heç. Yəni, ala bula nə deməkdir? Məsələn, yarımçıq desən, bir də var deyəm ki, ala yarımçıq. Yəni, tam yarımçıq yox, ala yarımçıqdır. Burada isə ala bula, yəni tam bula deyil, ala buladır. Heç cür uyğun gəlmir. Deməli, A variantı azaltma dərəcəli sifətdən söhbət getmir. Sən və mən kəmsavad, haqq hesabdan nə sənin başın çıxır, nə də mənim. Deməli, kəm sözü azaltma dərəcəsi yarada bilir. Amma bizim ən önəmli məsələmiz sifətə artırılması. Sifətin dərəcəsini yaradır çünki. Məsələn, kəm şirin desəm, şirin necə sifətdir? Kəm şirin, şirinin biraz azaltması. Və ya mən buna deyə bilərəm kəm turş. Turş necə sifətdir? Tam turş yox, kəm turşdur. Yəni, azaldıram turşun dərəcəsini. Burada isə kəmsavad sözündə sözün kökü savad olsa, savada sual ver. Savad nə? İsimdir bu. İsmin heç azaltma dərəcəsi olarmı? Təbii ki, olmaz. Kəmsavad insan necə insan? Bunun özü adi dərəcəli sifətdir. Ona görə götürə bilmərik. Yoldaşlarına üst tutub borulardan birini şaquli vəziyyətdə suya salmağı xahiş elədi. Şaquli necə? Bu da adi dərəcədə olan sifətdir. Qaraşın, xoşsima gənc başını əlləri içinə alıb yaxşıca düşündü. Qara sifətinə qaraşın artırıldı. Şın qaranı azaldır. Deməli, D variantını götürmək olar. Pəncərədən zəifcə işıq gəlir. Zəif işıq, zəif burada sifətdir. C də ona artırılan çoxaltma dərəcəsidir. Unutmayın, C çoxaltma dərəcəsini yaradan ədatdır. Ona görə Y variantını götürmək olmaz. Cavabımız oldu D variantı. 9. Mürəkkəb feillərlə bağlı düzgün fikir istəyir bizdən. Mürəkkəb feillərin əksəriyyəti bitişik və defislə yazılır. Bu yanlışdır. Çünki mürəkkəb feillər bitişik yazılmaz. Düzdür, istisna kimi bitişik yazılan mürəkkəb feillər var, amma əsasən ya ayrı yazılır, ya da defislə yazılır. Ona görə A yanlışdır. Mürəkkəb feillər cümlədə sadə cümlə üzvü olur. Bu doğru fikirdir. Çünki bizdə nitq hissəsi əgər soruşulursa sualda, istəyir bu nitq hissəsində quruluşda sadə olsun, düzəltmə olsun, mürəkkəb olsun, fərq eləmir. Məsələn, sadə isim, düzəltmə isim, mürəkkəb isim. Cümlə üzvü kimi sadədir. Sadə sayı, düzəltmə sayı, mürəkkəb sayı, hamısı sadədir cümlə üzvü kimi. Cümlə üzvü kimi deyəndə mübtəda, xəbər, təyin, tamamlıq düşünülür. Yəni, sözün quruluşu mürəkkəb olsa belə, onun cümlə üzvündə mürəkkəb olmaq üçün söz birləşməsi olmalıdır. Söz olduğu müddətcə, istəyir sadə olsun, istəyir düzəltmə, istəyir mürəkkəb, yenə də sadə cümlə üzvü olacaq. Mürəkkəb cümlə üzvü üçün söz birləşməsi olmalıdır. Bu doğru fikirdir. Mürəkkəb feillər ayrı yazıla bilmir. Bu yanlış fikirdir. Çünki mürəkkəb feillər elə ayrı yazılan feillər olur əsasən. Ol, et, elə, bil feilləri. Əks mənalı sözlərin birləşməsi ilə yarananlar ayrı və defislə yazılır. Biz mürəkkəb sözlərin əmələ gəlmə yollarında öyrənmişik ki, əks mənalı sözlər defislə yazılan sözlərdir, ayrı yox, yanlışdır. Yaxın mənalı sözlərin birləşməsindən yarananlar bitişik yazılır, bu da yanlışdır. Çünki yaxın mənalı sözlər də defislə yazılan sözlərdir, səhv fikirdir. Düzgün cavabımız olacaq B variantında. 10-cu sual. Feillərdən biri zamana görə dəyişməsə də, məzmununda gələcək zaman mənası var. Ümumiyyətlə, bizə əgər zaman məzmunu deyirsə, biz feili, sifətlərə baxmalıyıq. Və burada feili sifətin cəmi 6 dənə şəkilçisi var. Biz bilməliyik ki, an ən şəkilçisi ilə yaranan feili sifət indiki zaman məzmunludur. Məsələn, gələn adam, hansı adam? Yəni, indi gəlir. Bu, indiki zaman məzmunludur. Mış və dıq üstə gəlinsin mənsubiyyə şəkilçisi ilə işlənən feili sifətlər, bu, keçmiş zaman məzmunludur. Məsələn, oxumuş adam və ya oxuduğu kitab. Yəni, oxumuş, oxuduğu. Bunlar keçmiş zamana aiddir. Keçmiş zaman məzmunlu feili sifətlərdir. Yox, əgər söhbət acaq, ası və malı şəkilçilərindən gedirsə, bunlar isə gələcək zaman məzmunludur. Məsələn, görüləcək işlər. Bu, nə zaman görüləcək? Gələcəkdə. Və ya görüləsi işlər, görülməli işlər. Bunların hər biri gələcək zamana aiddir.
Demək, A bəndi bilinməz sözündə bilməkdən bilinmək, inkar as qeyri-qəti gələcək zamandır. Bu söz elə zaman şəkilçilidir. Yəni zamana görə dəyişib. Böyüyər sözü böyüməkdən böyüyər nə edər? Ər yenə qeyri-qəti gələcək zamandır. Bu söz də zamana görə dəyişib. Ona görə B-ni götürmək olmaz. Baxacaq, nə edəcək? Baxacaq, acaq əcək burada zamandır. Oxu, oxuyası, ası, əsi, oxuyası, ası şəkilçisi varmı? Bəli, var. Deməli, D variantını götürmək olar. Gördü sözü də D keçmiş zamandır. Deməli, burada düzgün cavabımız olacaq D variantı. Dəyərli müəllimlər, videomuzun sonuna gəlib çatdıq. Siz də kanala abunə olaraq paylaşılan bu ödənişsiz videolardan davamlı olaraq faydalana bilərsiniz. Dərslərimizə qoşulmaq üçün 055 418 82 02 nömrəsi ilə bizimlə əlaqə saxlamaq olar. Sağ olun, növbəti videolarda, növbəti izahlarda görüşərik.